Növbəti təcrübə paylaşımında sizə iterativ yanaşmadan danışmaq istəyirəm. Nədir iterativ yanaşma? Əvvəlcə sözün özündən başlayaq. İterativ yanaşma dövrün içərisində yenidən etmək mənasını verir. Yəni bir növ söhbət bir şeyi bir dəfəyə mükəmməl formada etməkdən yox, tam əksinə kiçik addımlarla təkrarlayan formada etməkdən və bu formada yaxşılaşdırmaqdan söhbət gedir. Bu termin proqramlaşdırmada və ya məhsul menecerliyində istifadə olunur. Məhsul menecerliyi dedikdə nə başa düşülür? Misal üçün istifadə etdiyimiz bu bank applikasiyaları var. Bunların hər birinin bir və ya birdən çox məhsul menecerləri var. O məhsul menecerləri müəyyən bir funksiyalallığı o proqrama qatmaq istədikdə əvvəlcə sizə minimal dəyər qatacaq versiyasını fikirləşirlər və hazırladırlar, istifadənizə verirlər və bizim onu necə istifadə etdiyimizi, nə qədər istifadə etdiyimizi ölçdükdən sonra həmin funksiyalallığı inkişaf etdirirlər. Baxın, bu tip inkişaf etdirilmə, bu tip yaxşılaşdırma, məhsulun istifadəyə verilməsi iterativ yanaşma adlanır. Bəs mən sizə niyə iterativ yanaşmadan danışıram? İterativ yanaşmanı həyatımıza da tətbiq edə bilərik. Mən edirəm, çox yaxşı nəticə əldə edirəm. Ona görə də sizdən bölüşürəm. Bəs necə? Misal üçün deyək ki, bir qrupla ilk dəfə xaricə səfər edəcəksiniz. Arasında tanıdığınız da var, uzaqdan tanıdığınız da var, tanımadığınız da var. Və sizə deyirlər ki, bu yay gedirik Budapeştə. İterativ yanaşma deyir ki, o qrupla Budapeştə getməmişdən əvvəl bir dəfə şəhər gəzintisinə get. Daha sonra bir günlük rayon turuna get. Daha sonra çox günlük rayon turuna get. Ancaq bunları etdikdən sonra onlarla Budapeştə gedə bilərsən. Əksi halda səni təxmin edə bilməyəcəyin təcrübələr gözləyir və böyük bir resurs israfı gözləyir. Ümid edirəm iterativ yanaşmanı həyatınızda tətbiq eləmə fürsəti taparsınız və həyatınıza çoxlu dəyər və fayda qatar. Sağ olun, sağlıqla qalın.